kəsiklərə aid edə bilərik, həm də siyahılara. Deməli, kəsiklərin anlayışı necə olacaq? Burada doğru yazmadıq, kəsiklər olmalıdır. Tutalım A bərabərdir yazmışam bir dənə salam sözünü. Baxın bax, salam sözünü həm siyahı ilə işləyə bilir, həm sətirlə işləyir. Sətrə daxil edilmiş sətrin elementlərinə tək-tək müraciət etmək üçün onu indeksləmək lazımdır. İndeksləmək sözünə biz ayrı cür nömrələmək də deyə bilərik. Yəni indeksləmək və yaxud da nömrələmək. Hər hansısa bir sətrin və yaxud da siyahının elementlərini sıfırdan başlayaraq nömrələyə bilərik. Baxın, burada yazırıq 0, ondan sonra 1, 2, 3 və 4. Baxın, həmişə sıfırdan başlayacaq və sağ tərəfə doğru 0, 1, 2, 3, 4, yəni əgər varsa 5, 6, 7, 8, 9 bu ardıcıllıqla gedəcək. Əgər biz sağdan sola doğru indeksləyiriksə, o zaman isə -1, sonra -2, -3, -4 və -5 deyə indeksləmiş olarıq. İndi biz siyahının bax bu sətrin elementlərinə tək-tək müraciət etməliyik. Tutalım. Əgər yazıramsa A 0-cı indeks. A burada həmin dəyişənin adıdır. Bax bu sətrə mənimsətdiyim dəyişənin adı A-dır. Ona görə də yazıram A 0-cı indeks. İndeksə müraciət eləyəndə düzbucaqlı transkripsiyadan istifadə edirik. Və biz enter vuranda ekrana çap olunacaq. Baxın, bir dırnağın içərisində S hərfi. Əgər biz print yazmışıqsa, yəni print A0 yazmışıqsa, onda print dırnağı yeyəcək. Yəni o S hərfindəki dırnağı ləğv eləyəcək və ekrana sadəcə S hərfi çap olunmuş olacaq. Əgər biz, məsələn, A 4-cü indeks yazmışıqsa, onda 4-cü indeksimiz M hərfidir, ekrana M çap olunacaq. Əgər A 2-ci indeks yazmışıqsa, 2-ci indeksləmədə oturan hərfimiz L hərfidir, ona görə də ekrana L çap olunmuş olacaq. Əgər olmayan indeksə müraciət edirəm, məsələn, siz gördünüz ki, bizim 5-ci indeksimiz yoxdur da, biz bura 5 yazdıq. Bura 5 yazanda, enter düyməsinə vuranda, baxın, bu bizə xəta verəcək ki, yəni 5-ci indeksimiz yoxdur. Yəni 5-ci indeksimiz olmayacaq. Əgər olmayan elementə bu vəziyyətdə müraciət etmişiksə, onda bizə xəta çıxardacaq. Eyni zamanda, əgər A6 yazmışamsa, o zaman yenə də bizə xəta qaytarmış olacaq. Yəni xəta olacaq. Bir də var ki, mənfi indeksləmə ilə müraciət eləyək. Biz qeyd elədik ki, məsələn, baxın, gəldim burada, eyni sətri yazdım bura. Mənfi indeksləmə etmək istəyiriksə, mənfi indeksləmə sağdan sola doğru nömrələmə zamanı başlayır. M hərfi olacaq -1, A hərfi -2, L hərfi -3, A hərfi -4, S hərfi isə -5 olmuş olacaq. Yəni, mən gəlib burada A-5 əgər yazmışamsa, onda bizim üçün ekrana çıxardacaq dırnaqda S-i. Əgər A-1 yazmışıqsa, o zaman isə dırnaqda M hərfini çıxartmış olacaq. Bu, bizim, baxın, sətirlə istifadə olunanda bu vəziyyətdə yerinə yetiriləcək. Bəs sual eləyə bilərsiniz ki, əgər integer tipi, tutalım ki, A bərabərdir, yazmışam 120, məsələn, 1236. Əgər mən A 0-cı indeks yazsam, onda xəta çap olunacaq. Niyə görə? Çünki indeksləmə yalnız sətrin elementlərinə, siyahının elementlərinə və sıranın elementlərinə aid edilə bilər. Integer tipinə, float tipinə, kompleks tipinə müraciət edə bilmərik onunla. Yalnız sətr, siyahı və sıranın elementlərinə müraciət olunmuş olacaq. Bəs siyahıda necə olacaq? A bərabərdir, yazmışam 1, təsəvvür eləyək 2. İndi, məsələn, siyahının elementləri integer tipində kəmiyyətlər ola bilər. Məsələn, baxın, yazmışam bu vəziyyətdə. İndi gəlirəm burada. Aydın məsələdir ki, biz burada indeksləmə aparsaq, baxın, bu 0 olacaq 1. Sonra 1, 2, 3 və 4 yazacağıq. Baxın, 4 yazacağıq. İndi buradan gəldik, baxın, A 0-cı indeks yazmışam. O zaman ekrana çap olunacaq 1. Yəni, ekrana 1 çap olunacaq. A 1-ci indeks yazmışam. Ekrana çap olunacaq 2. Əgər mən, burada diqqətli olun, əgər mən
A ikinci indeks yazmışıqsa, ekrana bir dırnaqda salam sözü çap olunmuş olacaq. Yəni bu siyahının da elementlərinə müraciəti eyni vəziyyətdə baş verəcək. Sual verə bilərsiniz ki, bəs siyahıda da mənfi indeksləmə mümkündürmü? Əlbəttə, siyahıda da mənfi indeksləmə mümkündür. Olacaq burada -1, -2, -3, -4 və -5. Yəni biz gəlib yazsaq ki, A, baxın burada diqqətli olun. A tutalım -1, onda ekrana çap olunacaq 9. Əgər A -3 yazmış olsaq, o zaman ekrana çap olunacaq bir dırnaqda salam sözü. Bu siyahının elementlərinə tək-tək müraciət üçün nəzərdə tutulmuşdur. Bir də var ki, biz indi burada siyahını çox bəsit bir siyahı yazdıq. Bir də var belə yazmışıq. A bərabərdir. Məsələn, siyahı içərisində ayrıca məsələn, siyahılar yazıram, vergül. Ondan sonra bir dənə də yazıram. Baxın, təzədən burada məsələn 9 yazmışam. Daha sonra vergül, məsələn 6 yazmışam. Daha sonra 4, fərz eləyək 2, 3 və yaxud da təzədən burada içində bir dənə də 41, məsələn 52. Baxın bax, belə bir şey daxil eləmişəm. İndi burada çox vacib bir hissədir və qulaq asmağınız lazımdır. Baxın, burada indeksləmə aparanda siyahının elementləri hər vergülə qədər olan elementlər hesab olunur. Məsələn, baxın bax, burada, baxın bax, burdan bura qədər olan, bax bu sıfırıncı indeksimizdir. Sonra gəldik, bax bu 9 olan, baxın bax, bu birinci indeksimizdir. Sonra gəldik, bax bu 6 olacaq, ikinci indeksimiz. İndi sonra baxın, bax bu isə, baxın bax bu bura qədər olan isə olacaq üçüncü indeksimiz. Deməli, siyahının 3 dənə elementini indekslədik. İndi nə baş verir? Baxın, sıfırıncı indeks özü görürsünüz siyahıdır. Deməli, sıfırıncı indeksin özündə biz indeksləmə apara bilərik. Baxın, sıfırıncı indeksin sıfırıncı elementi, birinci elementi, ikinci elementi və üçüncü elementi. Sonra birinci indeksin bir dənə sıfırıncı elementi var. Amma ikinci indeksdə heç bir element yoxdur. Çünki ikinci indeks özü elementdir. Yəni onun siyahısı o siyahı şəklində deyil ki, onun hər hansısa bir elementləri olsun. Amma üçüncü indeksimizdə baxın bu olacaq 0, bu olacaq 1, bu olacaq 2. Bu da olacaq, baxın bax, üçüncü, bax buradan bura qədər olacaq üçüncü indeksin üçüncü elementi. Və üçüncü indeksin üçüncü elementlərin özləri də var. Bu olacaq üçüncü indeksin üçüncü element, üçüncü indeksin üçüncü elementinin sıfırıncı indeksi, birinci indeksi və ikinci indeksi. Bəs bu 2-3 dənə olanlara necə müraciət eləyəcəyik? Baxın, bax, bu çox önəmlidir. Onda burada yazırıq ki, A, əgər baxın, bax, mən istəyirəm ki, məsələn, ekrana 41 çap olunsun. Onda yazıram A, üçüncü indeksin, sonra təzədən üçüncü elementi, üçüncü elementin sıfırıncı indeksi. Bax, bu vəziyyətdə. Onda ekrana, baxın, 41 çap olunmuş olacaq. Amma sual edə bilərsiniz ki, əgər biz A 0 yazsaq nə baş verəcək? A 0 yazanda sıfırıncı indeksdə oturan siyahı ekrana çap olunacaq. Baxın, siyahı şəkildə ekrana çıxmış olacaq. Əgər biz A, məsələn, gəlib indi sıfırıncı indeksin tutalım ki, üçüncü elementini istəyirəm. Onda 0 yazıram, daha sonra bura 3 yazıram. Yəni sıfırıncı indeksin üçüncü elementinin nəticə kimi ekrana çap olunduğunu görə bilərik. Yəni bu vəziyyətdə ifadə olunduğunu aydın şəkildə görmək mümkündür. Yəqin ki, bunu rahat şəkildə başa düşdük. Hər kəsə bu aydın oldumu? Ardınca məsələn nəyə baxaq? Məsələn, enterə vurduq. Baxın 6 çap olunacaq. Əgər mən A baxın 2 yazmış olsam 2, onda ekrana 6 çap olunacaq. Əgər baxın A3 yazmış olsam, ən maraqlısı budur. A3 yazmış olsam, onda ekrana baxın bu çap olunmuş olacaq. İndi buna aid bir dənə də yazaq. A2 fərz eləyək bir dənə də 2 yazsaq, ekrana xəta çap olunacaq. Çünki bəli,
ikinci indeksin elementləri yox idi. O özü sadəcə bir element idi. İndi birini mən yazım və sizdən istəyim cavabını. Fərz eləyək yazmışam A siyahısı və yazmışam 4, 1, 5. Ondan sonra yazmışam, tutalım ki 7, 74. Ondan sonra yazmışam 4, 1, 5. Ondan sonra bunu bağladıq. Təzədən bir dənə də yazıram burada. Aha, indi deyirəm ki, baxın, A sıfırıncı indeks nə olacaq? Məsələn, A sıfırıncı indeksimiz. Bir də izah eləyəcəm, özünüzdə yazın, onları indeksləyin. A sıfırıncı indeksimiz, bəli, siyahın içərisində olan 4, 2 və 5 olmuş olacaq, bəli. Aha, indi gəlin mən bir də izah verim. Əla, tamamilə doğrudur. 4, 2, 5 olacaq. Bir də izah verək gəlin sizə. Baxın yoldaşlar, siyahının elementləri vergülə görə ayrılır. Baxın, bax, bu bizim olacaq bir elementimiz. Bunu indeksləyəcəyik 0 ilə. Sonra gəldik, baxın, bax, bu olacaq bizim ikinci elementimiz. 1 ilə indeksləyəcəyik. Və sonra baxın, bax, buradan ta ki baxın, bax, bura qədər bu olacaq ikinci indeksimiz. Sonra üçüncü, dördüncü, beşinci və altıncı indeksimiz. Əgər biz sıfırıncı indeksin sıfırıncı elementi, birinci elementi və ikinci elementi birinci indeksin ya sadəcə 0 adlı elementi var. İkinci indeksin, baxın, olacaq sıfırıncı elementi, birinci elementi. İkinci indeksin sıfırıncı elementinin bu olacaq bir dənə elə sıfırıncı elementi. Yəni 2, 0, 0 yazanda bu çıxacaq. 2, 1, bu olacaq sıfırıncı indeksimiz, birinci indeksimiz, ikinci və üçüncü indeksimiz. İndi gəlin görək, baxın, bax, doğru müraciət edə bilirikmi? Gəldik, yazdıq A, ikinci indeksimiz. Ondan sonra, baxın, burada yazıram sıfırıncı ikinci indeksin, ikinci indeksin sıfırıncı elementinin sıfırıncı indeksi. O zaman baxın ekrana çap olunacaq. Bəli, bax ədəd tipində, integer tipində çap olunacaq. Amma siz fərqə baxın. Əgər mən 2, sonra baxın bax 0 yazmışamsa, onda siyahı şəklində çap olunacaq. Yəni bax bu fərqi unutmayın. Onda siyahı şəklində çap olunacaq. Eyni zamanda yenə də A ikinci indeksin yazmışamsa, deməli, birinci elementi onda ekrana siyahı şəklində çap olunacaq. Amma yox, A ikinci indeksin sonra birinci elementi və burada bir dənə 0 yazmış olsaq, onda ekrana çap olunacaq. Baxın, 85 kimi çap olunmuş olacaq. Bəli. Ümid edirəm ki, siyahıda bu elementə müraciəti anladıq. İndi gəlin bir dənə də belə yazaq. A 6 yazmışamsa 6. O zaman bizə 87-ni çıxartmış olacaq. Hər kəsə aydındırsa davam eləyək. Bizim siyahılarımız müxtəlif elementlər ola bilər içində. Yəni bax, müxtəlif sayda elementlər ola bilər. Məsələn, A bərabərdir. Mən indi bir neçə dənə ədəd yazacağam, biraz uzun olsun deyənə. Deməli, yoldaşlar, yazdıq bu vəziyyətdə. Əgər biz, məsələn, 5 qoşa nöqtə yazmışıqsa, bu o deməkdir ki, 5-ci indeksdən sağ tərəfdə, yəni siyahının sonuna qədər nə varsa, həmin elementləri çıxart. Onda bu artıq ədəd kimi çıxartmır da, onda yəni artıq siyahı kimi çıxardacaq. Çünki siyahının elementlərinə müraciət eləyir və siyahının elementləri kimi çıxartmış olacaq. Onda burada bizim üçün,
baxın, bax, gəldik. Biz enter düyməsinə vursaq, 5-ci indeksdən sağ tərəfdən nə varsa, onu çap eləyəcək. İndeksləmə sıfırdan başlayır. 0, 1, 2, 3, 4 və 5. Bax, 5-ci indeksdən sağ tərəfdən nə varsa, onları çap edəcək. Əgər biz 6 qoşa nöqtə yazsaq, onda 8, 59, 6, 2, 3, 6, 4, 8 olacaq. Əgər biz 7, sonra 8, 9, 10, 11, 12 və 13 də yaza bilərik. Deməli, bizim, baxın, elementlərimiz 13-ə qədərdir. İndi mən gəlib burada 13 qoşa nöqtə yazsam, onda 13-cü indeksdən sağ tərəfdə nə varsa onları çıxardacaq. 13-cü indeksdə bircə dənə 8-imiz var. Ona görə 8-i çıxardır və siyahını bağlayır. Yəni, qoşa nöqtə varsa, onda ekrana integer tipində ədəd çıxarda bilmir. Onda siyahı şəklində çıxardacaq. Və əgər siz sual eləyə bilərsiniz, müəllim, 14 qoşa nöqtə yazsaq nə baş verəcək? Görürsünüz ki, bizim 14-cü indeksdə oturan heç bir elementimiz yoxdur. O zaman xəta çıxartmayacaq. Bu, bizim üçün, baxın, bizim üçün sadəcə boş bir siyahı çıxardacaq. Deməli, əgər mən 50 qoşa nöqtə yazsam da, yenə də boş çıxardacaq. Əgər gəlib, məsələn, tutalım ki, belə qoşa nöqtə yazsam da, yenə də boş siyahı çıxartmış olacaq. Deməli, olmayan indeksə müraciət varsa, yəni olmayan indeksin elementlərinə müraciət varsa, o zaman bu vəziyyətdə ifadə edilə bilər. Bu aydın oldumu, başa düşdükmü? İndi də var ki, bizim əgər qoşa nöqtə mənfi 15 yazmışıqsa, bu konkret mənfi 15-ci indeks varsa onu çıxardacaq. Məncə burada mənfi 15 olmayacaq. Çünki mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5, mənfi 6, mənfi 7, mənfi 8, mənfi 9, mənfi 10, mənfi 11, mənfi 12, mənfi 13, mənfi 14-dür. Qoşa nöqtə ilə olan hissəsinə baxacağıq. Ora hələ gəlməmişik, baxacağıq inşallah. Deməli, buna baxdıq. Baxın, bax, bu hissəmizə baxdıq ki, bizdə qoşa nöqtə təsir eləyəndə necə olur? Bəs biz tam ədədləri, məsələn, müsbət ədədlərə baxdıq. İndi müsbət mənfi ədədlərimizə baxaq. Əgər tutalım ki, yazırıqsa A, məsələn, yazıram mənfi 7, ondan sonra qoşa nöqtə. Bizim mənfi 7-ci indeksləməmiz hardadırsa, onu tapırıq. Mənfi 7-ci indeksləməmiz. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5, mənfi 6, mənfi 7 və mənfi 7-dən sağ tərəfdə nə varsa onu götürürük. Yəni, qoşa nöqtə əgər ədəddən sağ tərəfdədirsə, onda həmin indeksdən sağa doğru istiqamətlənəcəyik. Əgər ədəddən əvvəldirsə, onda həmin indeksdən sol tərəfə doğru istiqamətlənəcəyik. Burada biz indi mənfi 7 yazdıq, onda baxın, mənfi 7-dən sağ tərəfə. Əgər mən gəlib burada yazsam ki, A mənfi 1 qoşa nöqtə, yəni sadəcə baxın, A mənfi 1 qoşa nöqtə yazmışıqsa, onda mənfi 1-dən sağ tərəfə çıxardacaq. Mənfi 1-ci indeksimiz 8-dir də, onda bir dənə 8-i çıxardacaq. İndi burada bir məsələ var. Əgər biz A təsəvvür eləyək yazmışıq ki, mənfi 30 qoşa nöqtə. Aydın məsələdir ki, bizim mənfi, gəlin birinci siyahını unutmayaq, siyahını əlavə eləyək ki, bura siyahımız itkinlik görməsin. Gətirdik deməli. Məsələn, baxın yoldaşlar, indi burada yazmışam ki, A mənfi 30 və qoşa nöqtə. Biz aydın məsələdir ki, mənfi indeksləməni həyata keçirsək, bu mənfi 1 olacaq. Mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5, mənfi 6, mənfi 7, mənfi 8, mənfi 9, mənfi 10, mənfi 11, mənfi 12, mənfi 13, mənfi 14. Yəni, bizim ən sonuncumuz mənfi 14-dür də, düzdürmü? Onda bu necə eləyəcək? Mənfi 30 yazmışız, görürsünüz ki, mənfi 30 yoxdur da. Ən sonuncu indeksimiz, yəni mənfi indeksləməmiz hansıdır? Mənfi 14. Deməli, mənfi 14-dən bu tərəfdə nələr varsa,
hamısını çıxartmış olacaq. Deməli, mən gəlib burada yazsam ki, A, məsələn, -14 qoşa nöqtə yazsam da eyni nəticəni almış olacağam. Çünki -14-dən sağ tərəfə köçürdəcək. Eyni zamanda, məsələn, burada yazsam ki, mənfi tutalım ki, bax belə, qoşa nöqtə yazmış olsam, yenə də baxın, eyni şeyi almış olacağam. Yəni, əgər bizim daxil elədiyimiz o indeksləmə yoxdursa, onda ona yaxın indeksləmə hansıdırsa, ondan sağ tərəfə doğru, belə deyək də, indeksləmiş olacaq. Yəni, sağ tərəfə doğru indekslərini çıxartmış olacaq. Əgər biz, baxın, gəldik buradan, deməli, daxil olduq burada. Bu da mənfi indeksləməkdir. İndi eyni siyahını başqa cür dəyişək. Bax, eyni siyahının nəticəni ekrana başqa cür çap eləyək. Təsəvvür eləyək, belə yazılıb. A, qoşa nöqtə -4. Qoşa nöqtə -4 deyəndə o deməkdir ki, 4-cü indeksə qədər, amma 4-cü indeksi çap etmə. Yəni 4-cü indeksə qədər, amma 4-cü indeksi çap etmə. Çünki burada 4-cü indeksimiz son qiymət kimi çıxış eləmiş olacaq. Onda burada baxın, biz yazırıq 0, 1, 2, 3, 4. Yəni bax 4 9-a düşür də. Bu 9-u çap eləyə bilməyəcək. Olacaq 12, 5, 4, bir də 6. Yəni siyahının yanlış yazdım deyəsən bircə dəqiqə indeksləməni yanlış apardım. Bu olacaq 0, 1, 2, 3 və 4. Yox, düzgün imiş. Deməli, baxın, bax, buradan indi biz Enter düyməsinə vurduqda 4-cü indeksə qədər olan elementlər çap olunacaq. Hansı ki 12, 5, 4, 6. Amma 4-cü indeksimizdə oturan element çap olunmayacaq. Əgər mən tutalım yazmışamsa ki, qoşa nöqtə 0. İndi biz bilirik ki, burada 0-cı indeksi almamalıdır da. Niyə görə? Çünki 0 burada sonuncu indeksimizdir. Amma 0 həm də bizim başlanğıc indeksimizdir. Onda burada düşür dava. Bu dava nəticəsi ya 0-cı indeks çap olunmur, başlanğıc qiymət küsmür ya da son qiymət küsmür. Onda ekrana boş bir indeks çap olunur. Boş bir sətr çap olunur ki, yəni 0-cı indeksi çap eləmir. Çünki burada əslində 0-dan son qiymətə qədər, yəni bax 0-dan 4-ə qədər çap eləməli idi, 4-ü almamalı idi. Burada bu misalda da həm 0 başlanğıc qiymətdir, həm də 0 son qiymətdir. Ona görə də heç birini çap eləmir və baxın, boş bir sətr, bax, boş bir, yəni siyahı bu vəziyyətdə ifadə olunmuş olacaq. Daha sonra burada biz nə yaza bilərik? Tutalım ki, yazmışam A, indi yenə də qoşa nöqtə -7 yazmışam. Qoşa nöqtə -7 yazılırsa, onda deməli 0-dan -7 olan indeksə qədər. -7-ni tapırıq. -1, -2, -3, -4, -5, -6, -7 düşdü 59-a. Deməli, onda bizim üçün 12, 5, 4, 6, 9, 74, 8 çap olunacaq. Amma -7 ilə nömrələnən o 59 çap olunmayacaq. Yəni, siyahımızın elementləri bu vəziyyətdə çap olunacaq. Əgər biz yazsaq ki, baxın, buradan qoşa nöqtə -1 yazmış olsaq, onda -1-ci indeksimizə qədər, yəni 8-ə qədər çap olunacaq, amma 8 çap olunmayacaq. Çünki qoşa nöqtədən sonra yazılan ədədimiz bizim sonuncu elementimizdir. Kesik də sonuncu elementi tanıya bilmir. Yəni onu tanımaq kimi bir xasiyyəti yoxdur. İndi biz enterə vursaq, bu vəziyyətdə çap olunduğunu görə bilərik. Bura qədər sualımız varmı? Kimsə nəyisə başa düşmədisə və yaxud da hansısa bir nömrələnmə maraqlıdırsa, izah elədiyim yerə qədər suallarınızı verin. Heç kəsdə yoxdur. O zaman davam edək. Tutalım yenə də biz gəldik indeksləməyə.
A siyahımızı olduğu kimi yazıram. Çünki budur bizim üzərində işlədiyimiz siyahı. İndi isə baxın, iki elementin aralığını, siyahının elementlərinin aralıqlarının çap olunmasına baxırıq. Onda burada, məsələn, yazmışam 2, qoşa nöqtə 7. Bu o deməkdir ki, 2-dən 7-yə qədər, yəni 2, 3, 4, 5, 6-cı indekslərimiz çap olunsun, ancaq 7-ci indeksimiz çap olunmasın. Yəni 2 ilə 7 aralığı çap olunsun. Onda gəlirəm, baxın, 0, 1, 2, 3, 4, 5, 6, 7. Eyni zamanda gəlin belə yazaq. Yanlış yazmadım. 2 rəqəmli ədədləri birdən olar ki, tək-tək nömrələyərəm. Burada 10 olacaq, 11, 12 və 13. Baxın, 2-dən 7-yə qədər, amma 7-ni almır da. Olacaq 4, 6, 9, 74 və 8. Yəni bir siyahının elementləri, yəni bir siyahının içərisindən bunu kəsəcək. Olacaq 4, 6, 9, 74 və 8. Yəni 7-ci indeksi çap etməyəcək. Əgər mən A qoşa nöqtə, məsələn 0, tutalım yazmışam 20. Onda 0-cı indeksdən başlayaraq 20-ci indeksə qədər hər şeyi çap eləyəcək. Siz də deyirsiniz ki, amma bizim yəni 20-ci indeksimiz yoxdur da, biz ən sonuncu 13-dür. Onda deməli 0-dan 13-ə qədər nə varsa, hamısını çap etmiş olacaq. Bu belə çox rahat gəlir. İndi bura gəlirik, bir dənə mənfi ədəd yazıram. A, tutalım yazmışam 2, sonra qoşa nöqtə yazmışam mənfi tutalım ki, 4 yazmışam. Onda burada da yenə də tərəddüdə ehtiyac yoxdur. Bir tərəfdən müsbət indeks deyirsiniz, bir tərəfdən də mənfi. Baxın, müsbət indeksləyəcəyimiz 0, 1, 2. Deməli 2-dən başlayacaq. İndi gəlirik mənfi 4-ə. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4. Deməli, bax, mənfi 4 elə bir sərhəddir də. Orada bir xətt çəkir ki, mənfi 4-dən, mənfi 4 və mənfi 4-dən sonraki elementləri çap eləmə. Bax, bura qədər. Və 3-ü, yəni mənfi 4-cü indeksimizdə olan 3-ü çap eləyə bilməyəcək. Olacaq 4, 6, 9, 74, 8, 59, 6, 2. Yəni biri mənfi, biri müsbət olanda da bizdən tələb olunan indeksi yazırıq və salam həmin aralığı çap etmiş olacağıq. İndi burada bir dənə diqqətli olaq. Ən problemli yerimiz. Yazıram A, 10 yazmışam. Ondan sonra qoşa nöqtə yazmışam. Mənfi, tutalım yazmışam 9. Bax, belə bir şey yazmışam. Enter vururam. Ekrana boş siyahı çap olunacaq. Boş siyahının çap olunmasının səbəbini araşdıraq. Birinci indeksləyirik. Baxın, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 düşdü 3-ə. İndi mənfi indeksləyirəm. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5, mənfi 6, mənfi 7, mənfi 8, mənfi 9. Bu olacaq, baxın, mənfi 9. Baxın, bizim əgər başlanğıc qiymət verilib, son qiymət verilib, irəli addımların sayı verilməyibsə, onu standart halda 1 götürürük. Yəni, bayaqdan bir addımla getdiyini görürük. Onda biz burada 10-cu indeksdən, baxın, biz 10-cu indeksdən sağ tərəfə doğru istiqamətlənirik. Bax, sağ tərəfə doğru. Yəni, mənfi ilə, yəni həmin o başlanğıc qiymətlə son qiymət arasında heç bir element almayacağımıza görə, həmin aralıqda heç bir indeksə müraciət etməyəcəyimizə görə, bu bizim üçün boş bir siyahı çıxardır ki, 10-la mənfi 9 aralığında sənin elementin yoxdur. Yəni, biz elə eləməliyik ki, başlanğıc qiymətdən son qiymətə doğru yol alaq. Yəni, başlanğıc qiymətdən son qiymətə doğru gedə bilmiriksə, onda o bizə boş siyahı çıxartmış olacaq. Bəzən də burada biz nələri görürük? Məsələn, baxın, indi buradan eyni zamanda yenə də A siyahısını əlavə edirəm. Baxın, İndi gəldik. Təsəvvür eləyək ki, yoldaşlar, bura daxil etmişəm. Belə yazmışam. 2, qoşa nöqtə, tutalım 9, qoşa nöqtə yazmışam 3. Baxın, burada birinci rəqəmimiz olacaq başlanğıc qiymət. Yəni, bax, burada olan bu 2-miz olacaq başlanğıc qiymət.
İndi burada son qiymətimiz olacaq 9. İrəli addımların sayı, yəni hər dəfə növbəti ədədi almaq üçün irəli addımlarımız isə olacaq 3. Onda bizim çap olunacaq indekslərimiz 2, 2-nin üzərinə 3 gəlirəm, olacaq 5, 5-in üzərinə 3 gəlirəm, olacaq 8, 8-in üzərinə 3 gəlirəm, 11 verir. Axı bizim indeksimiz 9-a qədərdir və 11-i ala bilməyəcək. Bəzi yoldaşlar sual verir ki, müəllim, cəmlənə-cəmlənə gəlib, əgər son qiymət olaraq 9-cu indeksi alsa, 9-cu indeksdə oturan simvolu çap edəcəkmi? Xeyr. 9-cu indeksimiz sonuncu indeksdir və sonuncu indeksdə oturan elementin çapı mümkün deyil. Yəni ona görə də o mümkün olmayacaq. Yəni bu vəziyyətdə ifadə olmuş olacaq. İndi davam edək növbəti, belə deyək də, davam edək növbəti qaydamız ilə. Buradan gəlin, biz enter vuraq görək bu necə çap olunacaq. İndi baxın. Vurduq. Bizim üçün çap elədi 4-ü, 74-ü, 6-nı. Bunun 2 dənə qaydası var. Ya belə eləyirik. Baxın, gəlirik burada 2, 5, 8-ci indeksləri tapırıq. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 və 13 yazdıq. Bunu aydın məsələ bildik. İndi gəlirik buradan. Bax, ikinci indeksimiz, sonra 5-ci indeksimiz və 8-ci indeksimiz. Ya bunu tapırıq, ya da məsələn mən bunu necə işləyirəm? İkinci indeksimizi tapıram. Baxın, ikinci indeksimizi tapdıq. İrəli addımların sayı əgər müsbət ədəddirsə, onda ikinci indeksdən sağ tərəfə doğru istiqamətlənirəm. Yəni ikinci indeksdən sağa və yaxud da sola gedəcəyimi buradan seçirəm. Baxın, sağa və yaxud da sola buradan gedəcəyimizi seçirik. Gəldik burada, irəli addımlarda 3-dür. Biz belə deyək də, sonuncu ədəd kimi də 9-da dayanmalıyıq. İşinizi asanlaşdırmaq üçün buradan belə bir bardiyor çəkə bilərsiniz ki, anlayasınız ki, buradan bu tərəfə getməyəcəyik. İndi 3 addımla, bax, 2-ni çap elədik, ondan sonra 1, 2, 3, bax, bu oldu 3-cü addım. İndi 74-ü çap elədim, sonra təzədən 1, 2, 3, baxın, bu da olacaq 3-cü addım. Yəni belə də gedə bilərsiniz. Bu vəziyyətdə də ifadə edə bilərsiniz. İndi birini mən sizə verim görək, düzgün ala biləcəyikmi? Gəlin baxaq, siyahımız eynidir, yəni eyni elementlərdən təşkil olunubdur. Nəyi istəyirik bircə dəqiqə? Deyirəm ki, A, yazmışam 3-cü indeks, sonra 14, sonra yazmışam 4. Deyirəm ki, hansı siyahının hansı elementləri çap olunmuş olacaq? Aha, cavablarımızı chat bölməsində qeyd edək. Deməli, enterə vursaq, 3-cü indeksdən 14-cü indeksə qədər 4 addım ilə çap eləyər. Dedik ki, iki cür işləmə qaydası var.
Birinci üçü yazırıq. Üçün üstünə gəlirik 4-ü, 7. 7-nin üzərinə gəlirik 4-ü, 11. 11-in üzərinə 4 gələndə artıq 14-ü aşır deyənə daha onu yazmırıq. Deməli 3 dənə indeks çap edəcək. 3-cü, 7-ci və 11-ci indeksimizi. İndi gəldik, baxın, bax, buradan alırıq deməli 6, 59 və 6-nı. İndi gəlin yazaq görə bu hansı qayda ilə gedəcək? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 və 13. Belə bir şey yazdıq. İndi baxın yoldaşlar, üçüncü indeksimiz 6, yeddinci indeksimiz 59, 11-ci indeksimiz də aldıq, deməli 6-nı. Bu vəziyyətdə çap elədi. Bundan başqa növbəti qaydamız isə biz üçüncü indeksimiz, yəni bax bu 3-ə gəldik. Baxın bax bu 3-ə gəldik. Buradan, baxın bax, buradan sağ tərəfə doğru istiqamətlənirik. Niyə görə? Çünki irəli addımların sayı müsbət ədəddir. Üçüncü indeksimizi çap elədik və 4 addım ilə 1, 2, 3, 4 gəldi 59-a düşdü. 1, 2, 3, 4 gəldi 6-ya düşdü. 1, 2 daha başqa element yoxdur deyənə biz dördüncü indeksi ala bilmirik. Yəni dördüncü indeksdə nə isə ala bilmirik. Ona görə də bu ardıcıllıqla çap olmuş olacaq. İndi burada qəşəng bir qayda var. Biz bəs mənfi ədəd yazsaq necə olacaq? Onda belə yazıram. Baxın, A yazıram ki, tutalım ki 12-ci indeksimiz qoşa nöqtə 1, sonra qoşa nöqtə yazmışam -3. Burada 12 başlanğıc qiymətdir. Yəni deyir ki, 12-ci indeksdən başla, birinci indeksə qədər -3 addımı ilə. İki cür eləmək olar. Bir indeksləri tapıb həmin indekslərə müraciət etməklə, bir də ki, o sağ tərəfə, sol tərəfə getməklə. Mən sağa sola getməklə eləyirəm, çünki o mənə çox-çox rahat gəlir. Yəni çox-çox rahat gəlir. Onda baxın, bax, burada gəlin birinci dediyim qayda ilə izah edeyim. 0, 1. Yəni 1 buradır. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Baxın, yazdım bura 12. İrəli addımların sayı -3-dür deyənə, başlanğıc qiymətdən sol tərəfə doğru istiqamətləndim və 3 addım ilə. Deməli, 4-ü çap edəcək. Ondan sonra 1, 2, 3. Baxın, 2-ni çap edəcək. 1, 2, 3. 8-i çap edəcək. 1, 2, 3. 6-nı çap edəcək. 1, daha 2 elə birinci indeksə düşür deyənə onları çap edə bilmirik. Deməli, siyahımızda olacaq 4, 2, 8, 6. Enter vuraq görək doğru almışıqmı? 4, 2, 8, 6. Əgər bu qayda sizə çətin gəlirsə, onda necə eləməlisiniz? Onda konkret indeksləri tapmaqla, baxın, konkret indekslərimizi tapmaqla yazmalıyıq. Yəni başlanğıc qiymət 12-dir. 12-nin üzərinə -3 gələndə bizə verəcək 9. 9-un üzərinə -3 gələndə 6. 6-nın üzərinə -3 gələndə 3 verəcək. 3-ün üstünə -3 gələndə 0 verəcək. Amma biz birdə məhdudiyyət qoymuşuq. Ona görə də bunu çap edə bilməyəcək. İndi hər zaman da buna aldanmaq olmaz. Yenə də bəli, biz heç aralıqda olmayan cavablar alırıq. Məsələn, yazmışam A, tutalım -8, qoşa nöqtə -2, qoşa nöqtə -2. Baxın görək nə alırıq burada. Yəni kim nə alır? Aha, baxın görək nə alacaq burada. Aha, mikrofonları bağlayaq, zəhmət olmasa. Mikrofonlarınızı bağlayaq. Dərsin gedişatına mane olmasın.
Deməli, doğru cavab yazanlarımız var. İndi baxa görə doğru cavabdırmı və həqiqətən də belə alınırmı? Enterə vursaq, bəli, biz boşluq alacağıq. Bu boşluğun alınma səbəbi nədir? Gəlin onu araşdıraq. Birinci, -8 bizim başlanğıc qiymətimizdir. Gəlirik siyahıda -1, -2, -3, -4, -5, -6, -7, -8-i tapdıq. Bura isə bizim -2-dir. Bizim irəli addımlarımız -2-dir. Yəni başlanğıc qiymətdən sol tərəfə doğru istiqamətlənir. Biz başlanğıc qiymətdən sağ tərəfə doğru gəlməliyik ki, bu aralıqda hər hansısa bir qiymətlər alaq. Biz bu tərəfə gələ bilmədiyimizə görə, baxın, bu tərəfə gələ bilmədiyimizə görə, ona görə bizə boşluq verir. Əgər biz bunu belə yazmış olsaydıq, yəni A -8, ondan sonra -2, qoşa nöqtə müsbət 2, yəni sadəcə 2 yazmış olsaydıq, onda -8-dən sağ tərəfə doğru istiqamətlənərdi, 8-i çap edərdi, ondan sonra 1, 2, 6-nı çap edərdi, 1, 2, 3-ü çap edərdi. Daha 1, 2 artıq sonuncu indeksə düşür deyənə daha onu çap edə bilməyəcək. Yəni 8, 6 və 3-ü bir siyahıda çap edəcək. Gəlin baxaq görək həqiqətən də alınırmı? -8 qoşa nöqtə -2 qoşa nöqtə müsbət 2. İndi biz enterə vururuq. Baxın, həqiqətən də 8, 6, 3-ü almış olarıq. Bəzən də biz baxın, bu ortada yazdığımız qiymətlər son qiymətlərdir. Bəzən də deyirik ki, yəni son qiymətlərdə məhdudiyyət qoymuruq. Baxın, son qiymətlərdə siyahıda qətiyyən məhdudiyyət qoymuruq. Eyni siyahını əlavə eləmişəm. İndi belə yazıram. A, məsələn 2, sonra qoşa nöqtə yazıram 5. Yəni baxın, artıq məhdudiyyət qoymadım. Yəni demək istəyirəm ki, ikinci indeksdən siyahının sonuna qədər 5 addım ilə çap elə. Onda artıq burada məhdudiyyət yoxdur. Birinci 0, 1, 2-ni tapırıq, yəni 4. Ondan sonra 5 addım ilə gedirik. 1, 2, 3, 4, 5, yəni 59-u çap eləyir. 1, 2, 3, 4, 5, yəni 4-ü çap eləyir. Onda olacaq 4, 59 və yenə də 4. Yəni artıq burada siyahının sonuncu elementində məhdudiyyətimiz olmayacaq. Başqa bunu təbii ki, mənfilərə də yansıda bilərik. Təsəvvür edək yazmışam 10, 2 dənə qoşa nöqtə, yazmışam təsəvvür edək -3. Baxın, -3 daxil etmiş olacam. Onda deməli, burada 10-cu indeksdən başlayaraq artıq, yəni -3 addımı ilə sol tərəfə doğru qayıtdığını görməliyik. Biz baxaq. Gəlirik burada 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bax, bura 10 olacaq. İndi onun, daha doğrusu 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 deyib 9 yazdıq, 10 olacaq bura. Və baxın, 10-cu indeksdən irəli addımlar mənfidir deyənə sol tərəfə doğru, baxın, 3 addım ilə. Deməli, birinci 10-cu indeksimizi çap edəcək 3-ü, ondan sonra 1, 2, 3, 59, 1, 2, 3, 9, 1, 2, 3, 12, 1, daha 2, 3 saya bilmirəm deyənə qalanları çap edə bilmir. Olacaq siyahıda 3, sonra 59, sonra gəldik burada yazdıq deməli 9, sonra da 5. Onda burada bizim üçün, baxın, nəticə ekrana çap olunacaq 3, 59 və 9, 5. Deməli, siyahının elementlərinə müraciətimizi bu vəziyyətdə ifadə edə bilərik. Kimin sualı var? Bura qədər nəyi başa düşmədik? Aha, nəyi anlamadıq? Aha, hansı hissədə sual varsa, deyin, başqa bir nümunələrlə bir də izah verək və yaxud da ki,
Nöqtələr. Nöqtələr başlanğıc və son qiyməti baxın. Yuxarıdakı yazılışa diqqət edin. Yuxarıdakı yazılışımızda biz birinci 8-i yazmışdıq. -8-i başlanğıc qiyməti idi. Sonra -2-ni yazmışdıq. Son qiyməti idi. Sonra da irəli addımların sayı yazmışdıq. Yəni belə -8, sonra -2, sonra -2. Başlanğıc, son, irəli addımların sayı idi. İndi son qiymətdəki bax bu məhdudiyyətləri, yəni son qiymət deyirdim ki, -2-ci indeksə qədər. Amma indi onu götürürəm. Yəni burada heç nə yazmırıqsa, bu o deməkdir ki, siyahının sonuna qədər. Onda -8, qoşa nöqtə, daha son qiyməti götürmüşəmsə, element yazmıramsa, orta boş qalır. Sonra bu qoşa nöqtə və məsələn 2. Burada son qiymət -2-də dayanır, amma burada artıq son qiymətdə məhdudiyyət yoxdur. Yəni siyahının elementlərinin sonuncusu hansıdırsa, ora qədər getdiyini göstərmək üçündür. 2 dənə qoşa nöqtə bu vəziyyətdə verilirsə, deməli siyahının son qiymətində, yəni məhdudiyyət yoxdur. Onu bildirmək üçün istifadə olunacaq. Bəzən biz, deməli, amma yenə də alınmayacaq. Hə, yenə də alınmayacaq. Çünki bu siyahımızda fərqi yoxdur da. Çünki həmin aralıqda almadıq. Yəni həmin aralıqda almamışdıq. Yox, burada yox. Burada olacaq. -2 olanda olmayacaq. Ülker müəllimə, burada olacaq, amma -2-də olmayacaq. Amma burada yenə də eyni qiymət alınacaq. Çünki biz həmin ardıcıllıqla gedirik. Bəli. Aha, daha sonra davam edək. Növbəti bir funksiya öyrənəcəyik sizinlə. Bir dənə bunu öyrənəcəyik. Leni öyrənəcəyik. Lenlə fərqli tipli sual nümunələrimiz var. Baxın, bir dənə diqqətli olaq. Təsəvvür eləyə bax, mən ekrana yazmışam ki, məsələn, sadəcə belə bir şey. Bir dəqiqə, məsələn, baxın, gəlirəm. Python proqramlaşdırma dilini yenidən başladaq. Deməli, yoldaşlar, gəldik buradan, new file. Məsələn, yazmışam burada sadəcə, məsələn, tutalım ki, sadəcə yazmışam məktəb sözünü. Bax, belə bir informasiya daxil eləmişəm. Sonra yazıram ki, print, tutalım ki, A, 0-cı indeksimiz. Biz əgər daxil elədiyimiz sətri hər hansısa bir dəyişənə mənimsətməmişiksə, onda yəni biz oradan da indeks istəyə bilmərik. Yəni, baxın, bizim üçün o zaman xətanı çıxardacaq ki, ay yoldaş deyirsən, A adlı indeksin, A adlı sətrin yoxdur. Yəni mütləq hər hansısa bir təqdim elədiyimiz sətr və yaxud da siyahı hər hansısa bir dəyişənə mənimsədilməlidir ki, onun üzərində əməliyyat getsin. Əgər mənimsədilmirsə, onun üzərində biz yəni əməliyyat apara bilmərik. Yəni A yoxdur, elan olunmuyubdur. Necə aparaq ki? Onda bizə xəta verəcək. Bir də var ki, gəlirik burada hər hansısa bir elementlər yazırıq. Məsələn, A bərabərdir yazmışam. Tutalım salam, sonra boşluq. Məsələn, tutalım ki, ulduz, slash, bir dənə də boşluq. Fərz eləyək yazmışam U və dırnağı bağladıq. Əgər biz len A yazırıqsa, len A simvolları saymaq üçün istifadə olunur. Bax, simvolları saymaq üçün istifadə olunacaq. Onda burada, baxın, bizim üçün ekrana çap olunacaq. Gəlirik, baxın, bax, saymaq 1, 2, 3, 4, 5, sonra bax, bu boşluq 6, ulduz 7, bu 8, bura 9, burada 10. Deməli, simvollarımızın len bizim üçün simvollarımızın sayı olacaq. Və burada diqqətli olun. Əgər biz gəlib yazmışıqsa A 10-cu indeksimiz, onda heç nə çap olunmayacaq, xəta verəcək. Niyə görə? Çünki biz indeksləməyə sıfırdan başlayırıq, saymağa birdən. Deməli, heç vaxtı siyahının uzunluğu olan element, yəni indeksli element olmur. Yəni, burada həmin indeksli elementimiz olmayacaq. Amma A belə yaza bilərik. Len A, məsələn, baxın, len A çıxılsın 1 yaza bilərsiniz. Bu isə len A çıxılsın 1 hər zaman daxil elədiyimiz sətrin
sonuncu indeksini ekrana çıxartmaq üçündür. Yəni siyahının uzunluğunda olan simvollardan bir vahid az yazırıqsa, bir vahid az daxil etmişiksə, o zaman o bizə siyahının sonuncu, yəni indeksini nəticə olaraq çıxartmış olacaq. Yəni olacaq bizim üçün dırnaqda U hərfi. Dırnaqda olacaq U hərfi. Bir də əgər biz gəlib belə bir şey yazmışıqsa, A, 2 dənə qoşa nöqtə, -2. Bunları demədim, gəlin bunları da deyim. Əgər 2 dənə qoşa nöqtə -2 yazmışıqsa, -1 yazmışıqsa, bu o deməkdir ki, baxın, burada diqqətli olun. Bir cümlə deyəcəm, onu dəqiq yadınızda saxlayın. Əgər bizim başlanğıc və son qiymətimiz təyin olunmuyubsa, və bizim irəli addımların sayı -1-dirsə, onda bu başlanğıc qiymət olaraq -1-ci indeksimizi götürəcək. -1-ci indeksimizi götürəcək və -1 addımı ilə sol tərəfə doğru çap etmiş olacaq. Bu hər zaman eyni işi gördüyünə görə bunu konkret belə yadımızda saxlayırıq ki, 2 dənə qoşan nöqtə -1 daxil edilmiş sətri tərsinə çevirmək üçün istifadə olunacaq. Bax, tərsinə çevirmək üçün istifadə olunacaq. İndi sual eləyə bilərsiniz. Ay müəllim, bəs 2 dənə qoşan nöqtə -2 yazsaq nə baş verəcək? Onda isə yenə də -1-dən başlayacaq sol tərəfə, amma 2 addımı ilə. Yəni 2 addımı ilə getmiş olacaq. Yəni onda bax mən U-nu çap eləyəcək, sonra 1, 2. Bax bu işarəni çap eləyəcək. Sonra 1, 2 boşluğu, 1, 2 A-nı, 1, 2 A-nı çap etmiş olacaq. Yəni o zaman isə yenə də başlanğıc qiymət mənfi olacaq. Sadəcə -1-ci indeksimizdən sol tərəfə doğru mənfi indeksləməsi ilə hərəkət etmiş olacaq. Bəzən biz belə görürük. Məsələn, A, baxın bax 2 dənə qoşan bir dənə sadəcə bax belə bir şey görürük ortada. Bu o deməkdir ki, daxil edilmiş sətrin özünə bərabər olan siyahını bizə çap etmiş olacaq. Yəni özünə nədirsə, yəni A-ya mənimsədilmiş nədirsə, onu çap edəcək. Yəni nədirsə o vəziyyətdə çap edəcək. Əgər biz məsələn gəlib burada yoldaşlar deyir ki, ay müəllim, qoşa nöqtə bəs 1 yazsaq nə baş verəcək? Burada müsbət 1. Əgər bizim başlanğıc və son qiymətimiz elan olunmuyubsa, başlanğıc və son qiymətimiz elan olunmuyubsa, və irəli addımlarımızın sayı müsbət ədəddirsə, onda biz sıfırdan, baxın, sıfırıncı indeksdən sona doğru bir addımı ilə çap etmiş olacağıq. Əgər bayaqki kimi A, 2 dənə qoşa nöqtə müsbət 2 yazmış olsa, onda sıfırıncı indeksdən sağ tərəfə doğru bu dəfə 2 addımı ilə. Yəni, bax, bura olacaq sıfırıncı indeksimizdən sağ tərəfə doğru 2 addımı ilə 1, 2 L-nı çap edəcək, 1, 2 M-nı çap edəcək, 1, 2 ulduzu, 1, 2 boşluğu çap etmiş olacaq. Yəni, burada qeyd götürüləcək ən önəmli bir addım ondan ibarətdir ki, biz başlanğıc qiymət və son qiymət elan olunmuyubsa, irəli addımların sayı mənfi ədəddirsə, onda -1-dən sola doğru həmin addım ilə gedəcəyik. Əgər başlanğıc və son qiymət elan olunmuyubsa, onda biz, deməli, baxın, onda biz deməli, sıfırıncı indeksdən sağ tərəfə doğru həmin addım ilə elementləri çap etmiş olarıq. Bəzən bizə deyilir ki, daxil edilmiş sətrin, məsələn, bax, sizin bayaqki sualınızda deyir ki, daxil edilmiş sətrin birinci və sonuncu elementlərini yanaşı yaz və yaxud da cəmlə və yaxud da kvadratı və yaxud da daxil edilmiş ədədin. Biz əvvəlki dərsimizdən öyrənmişdik ki, klaviaturadan nəyisə daxil etmək inputdur. Amma onu integer tipinə salmaq olacaq int. Yəni int və ondan sonra yazırdıq input. Baxın, belə yazdıq. İndi yazıram ki, burada
Məsələn, ədədi daxil edin. Ədədi daxil edin. Belə yazdıq. Biraz səliqəli olsun deyənə mən belə yazıram. İndi biz bilirik ki, bax burada input ilə daxil elədiyimiz nədir? Olacaq, yəni ədəddir də. Siz də bilirsiniz ki, tam ədədlərdə indeksləmə apara bilmərik. Ona görə də onu birinci sətr tipinə çevirməliyik. Sətrə də çevirə bilərsiniz, siyahıya da. Sətrə çevirmək üçün yazırsınız A bərabərdir. Baxın, A bərabərdir. STR-A. Əgər siyahıya çevirmək istəyirsinizsə, onda A bərabərdir. List A yazacaqsınız. Yəni, ikisini də istifadə etmək mümkündür. İndi deyirəm ki, birinci ilə sonuncunu. Biz birincini almaq üçün belə yaza bilərikmi? Məsələn, print də yaza bilərik və yaxud da fərqli-fərqli dəyişənlərə mənimsədə də bilərik. Məsələn, B bərabərdir. Yazıram int A, sıfırıncı indeks yazanda biz birinci elementi alacağıq. Əgər mən yazsam ki, C bərabərdir int, sonuncu indeksi necə aldıq? Axı biz qeyd elədik, siyahının elementlərinin sayından bir çıxmaqla hər dəfə təqdim elədiyimiz sətrin sonuncu elementini ala bilərik. Yəni olacaq int, sonra A burada. Ondan sonra yazırıq len A çıxılsın 1. Yəni bu bizə qaytaracaq siyahının sonuncu elementinə. İndi bunların ikisinin cəmi də ola bilər, onların kvadratını soruşa bilər, onların 2 missini soruşa bilər, onların hasilini soruşa bilər. Əgər hasili deyirsə print, məsələn yazırıq B vurulsun C və yaxud da yaza bilərsiniz ki, birinci və sonuncu ədədin hasili budur. Məsələn, BC yazdım. İndi baxaq görək düzgün işləyirmi? Vurduq. Baxın, bizə deyilir ki, birinci ədədi daxil edin. Burada ədədi daxil edirəm. Məsələn, yazıram ki, 4, 1, baxın, belə bir ədəd daxil. Mən deyirəm ki, birinci ilə sonuncu ədədin hasili. Onda 4 vurulsun 9, yəni bizə 36-nı çıxartmalıdır da, doğrudurmu? Onda biz, baxın, bizim üçün enter vuran kimi çıxardacaq. Deməli, daxil elədiyimiz, baxın, daxil elədiyimiz doğru işləmiş olacaq. Doğru işləmiş olacaq. Və yaxud da bizə deyə bilər ki, məsələn, və yaxud da bizə deyə bilər ki, birinci və sonuncu ədədi çıxsın.